Fotoda gördüyünüz şəxs George Sidney'dir və bu onun son fotosudur. 1944-cü ilin iyununda edam edilərkən cəmi 14 yaşı var idi. Afrika əsilli George 2 az yaşlı qızın ölümündə günahlandırılmışdı. 7 yaşlı Mary və 11 yaşlı Betty ağdərili idilər. Onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü tapılmışdılar. Qızlar qəsəbənin qara dərililər yaşayan hissəsində etmişdilər. Mary və Betty'nin Sidney'lərin evinin önündə George'la söhbət etdikləri haqda iddialar oğlanın üzərində şübhələr artırmışdı. Buna görə polis 14 yaşlı George'u həbs edir. Oğlana vəkil verilmir. Məhkəmə vaxtı zala valideynləri belə buraxılmır. Evindən 80 mil uzaqlıqdakı həbsxanada George 81 gün keçirir. İlkin açıqlamada bildirilir ki, George qızları öldürdüyünü etiraf edib. Amma istintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa etiraf haqqında heç bir yazılı qeyd və sənəd göstərilmir. Buna baxmayaraq elektrik stulunda bədəninə 5380 volt elektrik verilir və balaca George edam edilir. Bəzi mənbələrə inansaq, oğlan elektrik stuluna aparılana qədər əlindəki Bibliyanı qucaqlayıb "Mən günahsızam" deyərək ağlayırmış. George Sidney Amerika Birləşmiş Ştatlarında 20-ci əsrdə edam edilən ən gənc adam olaraq tarixə düşür. 70 ildən sonra işlə bağlı yenidən araşdırmalar başlanır və Cənubi Karolina məhkəməsi oğlanın günahsız olduğu haqqında qərar çıxarır.